Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrinin İdarə Etmə Birliyi və Referans Medikal qrupunun dəstəyi ilə keçirilən Həmkardan Həmkara qayğı ilə sosial layihəsinin növbəti mərhələsi iyunun 18-i 19-da Laçın rayonunda davam etdirilib. Laçın rayonunun mərkəzi xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə zamanı 7 tibbi xidmət üzrə peşəkar həkim heyəti tərəfindən müayinələr aparılıb. 2 gün ərzində 360 rayon sakininə tibbi xidmət göstərilib. Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub. Müayinəyə gələn uşaqlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən hədiyyələr verilib. Həkimə yoxlamağa gəldik, bizə hədiyyə verdilər. Tədbirin təşkilində ahik könüllüləri də fəal iştirak ediblər. Qeyd edək ki, ölkəmizin Dağ, Dağətəyi rayonlarında reallaşdırılan layihənin məqsədi üzvlərin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və dövlətimizin sosial siyasətinə töhfə verməkdir. Tibbi xidmət üçün bütün həkimlərə öz təşəkkürümü bildirirəm ki, doğma Laçınımızda bizə xidmət göstəriblər. Öz övladlarımı həkim yoxlanışına, müayinəsinə gətirmişdim və çox razıyam. Öz təşəkkürümü bildirirəm hər bir həkimə. Qürur duyuram ki, bu günləri Laçında, öz doğma vətənimdə bəzi şikayətlərimlə bağlı gəlib bütün həkimlərdən demək olar ki, kardioloq müayinəsindən keçdim, göz müayinəsindən keçdim. Burada xəstələr arasında daha çox stent angioplastik olmuş xəstələr var ki, bunlar dərman riayətkarlığı olmur bunlarda və bunlara müvafiq olaraq tövsiyələrimizi verdik. Təbii ki, müayinələrimizi keçirdik və təyinatlarımızı verdik. Xəstələr arasında həm maarifləndirici danışıqlar apardıq və xəstələrə müalicənin növbəti dönəmində həkimlə əlaqə saxlamaq və lazımi olan digər müayinələrdən keçirilməsi üçün təkrari olaraq müayinəmizdə olmasını tövsiyə elədik. Bugün işğaldan azad olunmuş və gün-gündən abadlaşıb çəkilən Laçın şəhərində Həmkardan Həmkara qayğı layihəsi çərçivəsində aktiv iştirak edirəm. Bizim buradakı əsas məqsədimiz həmkar həkimlərimizə kömək etmək və yerli sakinlərə layiqincə xidmət göstərməkdir. Həmkardan Həmkara qayğı ilə layihəsi çərçivəsində Laçında keçirilən fəaliyyətlərdə könüllü olaraq iştirak edirəm. Bu layihə həmkarlar arasında qarşılıqlı dəstəyin, sosial məsuliyyətin təşviq olunması baxımından mühüm əhəmiyyət daşıyır. Könüllü fəaliyyətin vasitəsilə insanlara faydalı olmaq, eyni zamanda cəmiyyətimizdə həmrəylik ruhunu gücləndirmək mənim üçün böyük bir dəyərdir. Belə təşəbbüslərin davamlı olması və növbəti rayonlarda keçirilməsi diləyi ilə Ahik könüllüsü Aysel Həsənova.